namaz qılıb qurtaran adama, yaxud da oruc tutub orucunu açan adama Allah qəbul etsin, oruc namazın qəbul olsun deyə dua etməyin şəriətimizdə heç bir əsli əsası yoxdur. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin səhih sünnəsində belə bir əməl, belə bir tətbiq gəlməmişdir. Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm, onun əhli beyti, onun səhabələri, Allah Teala onların hamısından razı olsun, namaz qılıb qurtardıqdan sonra, yaxud da oruc tutub oruclarını açdıqdan sonra bir-birlərinə Allah qəbul etsin, oruc namazınız qəbul olsun deyə dualar etməmişlər. Bizlərin üzərinə düşən yolların ən xeyirlisi olan Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin yoluna, sünnəsinə tabi olmaq və bu əməli etməyib tərk etmək. Bu əməlin hökmü bidətdir. Dinə sonradan əlavə olunan bir işdir. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm bidətlər haqqında söyləmiş ki, hər bir yenilik bidətdir, hər bir bidət zəlalətdir. Hər bir zəlalətin də axırı cəhənnəm odunda, Allah qorusun, yanmaqdır. Bidətlər ən şərli işlərdir. Haramdır, icazəli deyildir. Hər birimiz gərək ibadətlərimizi, namazlarımızı, oruclarımızı, dualarımızı, zikirlərimizi Qur'an-ı Kərimdə gəldiyi kimi və Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin səhih sünnəsində gəldiyi kimi edib həyatımızda yaşayaq.